Təhrif lafzı nə deməkdir? Ləfizdə təhrif edir. Ləfzi təhrif edir. Yəni, deyir ki, Kəlləməllahu Musa ayəsini, deyir, Kəlləməllahu Musa'dır da ayə. Kəlləmallahə Musa edir. Yəni, faillə məfulun yerini dəyişir. Əslində, burada fail Allah Azze və Cəllədir. Kəlləməllahu. Allah danışdı, Musa faildir. Məful bihidir. Allah faildir. Yəni, Allah Musa ilə danışdı. Allahdır danışan. Amma bir də təhlil neyinir? Bir dənə hərəkəni dəyişməklə mənanı dəyişir. Elə təhrif ləfzi ki, deyir, Kəlləmallahə Musa. Yaxşı, sən bunu dəyişdir. Məsələn, o birisi nə deyəcəksən? Fələmmə cəə Musa limiqatinə kəlləməhu rabbuhu. O vaxt ki, Musa bizim görüşümüzə gəldi, Rəbbi o ilə danışdı. Burada heç cür sən dəyişə bilməzsən. Aydın mı? Burada heç cür fail ilə məfulun yerini dəyişəməz. Çünki qayda. Burada kəlləməllahu. Fələmmə cəə Musa limiqatinə kəlləməhu rabbuhu. Hu burada damir muttasil. Damir muttasil gəlirsə deməli məcbur nədir burada? Fail, məful bihidir. Məful bihidir. Çünki damir muttasil heç vaxt fail ola bilmir. Değil mi? Hansı damir muttasil? Hu damir muttasili. Hu heç vaxt fail ola bilmir. Heç vaxt sən deyə bilməzsən, yox burada hudur nə? Danışan. Burada konkret rabbuhu fail olur. Değil mi? Hətta məful bihi burada önə keçir. Önə keçməyə də vacibdir. Çünki bitişik gəlib.